Salam. Bugün əruz haqqında danışacağıq, amma çox bir sadə dildə. Çünki əruz o qədər sadə bir şeydir ki, onu 10 dəqiqə, 15 dəqiqənin içində tamamilə təxminən demək olar, tamamilə başa düşmək olar. İndi deyəcəksiniz ki, bəs bu qədər tələbələr əziyyət çəkirlər. Əslində yalnız tələbələr deyil, əruz vəznində şeir yazanlar, muğamatçılar, qiraətçilər, ondan sonra ədəbiyyat sevərlər, bunların hamısı və hətta universitet professorları, onlar ki, ədəbiyyat dərs verirlər, amma mən dəfələrlə görmüşəm ki, şeirin vəznini çıxarmaqda çox çətinlik çəkirlər və çox vaxtı səhv vəzni çıxardırlar. Halbuki bu çox rahat bir şeydir. Onun rahatlığını göstərmək üçün bir misal deyim ki, siz meyxanaçıları görə bilərsiniz. Bəzilərinin hətta savadı da yoxdur. Amma çox rahatlıqla bidahətən əruz vəznində hətta şeir də deyir. Heç bir problemi olmadan o şeirin vəzninə baxırıq, heç bir qüsur, heç bir problemi yoxdur. Baxın, şeirdəki beytlərdə sözlərin eyni ritm ilə təkrarlanması vəzni yaradır. Çox rahat. Elə ingilis dilində də belədir. O vurğu ilə yaraldır. Amma əruz vəznində ritm başqadır. Hər halda o ritm təkrarlanır və vəzni yaranır. Baxın, türk dilində şeirlər adətən 3 bəhrədə yazılır. Həzəcdir, rəməldir, rəcəzdir. Bunların adları biraz belə qəribə gələ bilər, amma çox rahatdır. Həzəc vəzni məfailun ya da onun qısalmış, dəyişilmiş formalarıdır. Yaxşımı? Məfailun. Fikir verin, məfailun. Bunun ritmi nədir? Dadam, dam, dam, da, dam, 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 məfailun. Məsələn, məni candan, dadam, dam, dam, usandırdı, dadam, dam, dam, cəfadan yar, dadam, dam, dam, usanmazmı, dadam, dam, dam, məfailun, dadam, dam, dam. Görürsünüz, burada dadam, dam, dam 4 dəfə təkrar olunubdur və ritmi yaraldıbdır, vəzni yaraldıbdır. Hətta biz özümüz də şeir deyə bildik. Məsələn, elə bu həzəcdə. Dadam, dam, dam, dadam, dam, dam, dadam, dam, dam, dadam, dam, dam. Əruz vəznin sizə öyrətməyin çox ləzzəti vardır. Tutursuz siz, dadam, dam, dam. Əruz vəznin, dadam, dam, dam. Rahatlıqla, dadam, dam, dam. Deyərdim mən, dadam, dam, dam. Tutubdur aləmi hüsnün, məni eşqin qəmi yaxdı. Məni yalnız deyil, eşqin qəmi bir aləmi yaxdı. Kaman tək qaşların dartdı, ox etdi, kipri atdı. Qəzəblə qıyqacı baxdı, qoşun qırdı, gəmi yaxdı. Sonra rəməl. Rəməl bəhri failatun ya da onun qısalmış, dəyişilmiş, məsələn, failatunun yerinə fəalatun ya fələn. Bunun formalarıdır. Baxın, failatun, dam, da, dam, 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 da, dam, dam. Yaxşı mı? İndi, məsələn, Füzuli deyir ki, qılsa vəslin şamımı sübhə bərabər yox əcəb. Qılsa vəslin damda dam dam, qılsa vəslin damda dam dam, failatun, failatun, damda dam dam. Qılsa vəslin şamimi sübhə bərabər, damda dam dam, damda dam dam, damda dam dam. Qılsa vəslin şamimi sübhə bərabər, failatun, failatun, failatun. Yox əcəb, o son hissəsi ki vardı, bu da qısalmışdır. Damda dam damın yerinə damda dam. Yox əcəb, damda dam. Qılsa vəslin damda dam dam. Yox əcəb, damda dam.
İndi fərq eləməz. İndi buradakı sonuncu o hissəni damdadamdam failatun yazmayıbdı, failun yazıbdı, damdadam yazıbdı. O biri beytlərdə də demək ki, sonuncu hissə olacaq damdadam. Bunu yəni təkrar eləməklə nə yaranır? Rəməl bəhri yaranır. Eşqdən canımda bir pünhan mərəzlar. Ey həkim, xəlqə pünhan dərdimiz har etmə zinhar. Ey həkim, var bir dərdim ki çox dərmandan artıqdır mənə. Qoy məni dərdimlə dərman eyləmə. Vah, ey həkim. İndi məsələn özümüz bir dənə şeir deyək, Rəməl bəhrində. Damdadam dam. Böyle asan öyrənirsiniz, heç əruzdan qorxmayın siz. Böyle asan öyrənirsiniz, heç əruzdan qorxmayın siz. Böyle asan öyrənirsiniz, damdadamdam, damdadamdam. Heç əruzdan qorxmayın siz, damdadamdam, damdadamdam. Failatun, failatun. Görürsünüz necə rahatdır. Rəcəz bəhri. Müstəfilun. Müstəfilun, damdam dadam. Görürsünüz, müstəfilun, damdam dadam. Yaxşı. Məsələn, dildara müştaq oldu can, müstəfilun, müstəfilun. Anın camalın arzular, damdam dadam, damdam dadam. Mehrabə meyl etməz könül, damdam dadam, damdam dadam. Yarın vüsalın arzular, müstəfilun, müstəfilun. Damdam dadam, damdam dadam. Damdam dadam. Görürsünüzmü necə rahatdır? Hətta özümüz də şeir deyə bilərik. Öyrənmisiniz indi əruz üç bəhrdə siz düppədüz. Damdam dadam, damdam dadam. Öyrənmisiniz indi əruz damdam dadam, damdam dadam. Üç bəhrdə siz düppədüz. Damdam dadam, damdam dadam. Aşiqlərə sənsiz nə gərək hur ilə cənnət. Məqsəd sənə çatmaq isə əğyarə nə hacət. Tuğbaya salır kölgə boyun, bəh bu nə qamət. İndi buna qamət deyəlim, yoxsa qiyamət.